Mingəçevir sakininin idarə etdiyi qum yüklü KAMAZ-ın yüksək sürətlə hərəkət etməsi acı sonluqla nəticələnib. Belə ki, yoldan çıxan avtomobil aşaraq yaxınlıqdakı suvarma kanalına düşüb. Təfərrüatlar indi təqdim edəcəyimiz video materialda. Yanvarın 11-i gecə saat 22 radələrində Mingəçevir Xaldan yolunun 7-ci kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Mingəçevir şəhər sakini Səlimov Elçin Səmədoğlu'nun yüksək sürətlə idarə etdiyi 05 BD 541 dövlət nömrə nişanlı KAMAZ markalı özü boşaldan yük avtomobili yoldan çıxara qaşıb və yolun təxminən 10 metrliyindəki suvarma kanalına düşüb. Mingəçevir şəhər sakini Səlimov Elçin Səmədoğlu idarə etdiyi KAMAZ 5511 markalı 05 BD 541 dövlət nömrə nişanlı avtomaşını idarə etməsi nəticəsində yolun sağına düşərək aşırtmışdır. Qeyd edək ki, qəza nəticəsində Xaldan istiqamətində hərəkət edən qum yüklü KAMAZ-ın kabinə hissəsi əzilərək yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü sağ qalıb. Hadisənin dəqiq səbəblərini müəyyən etmək məqsədi ilə Yevlax rayon polis şöbəsinin Dövlət Yol Polis bölməsi tərəfindən araşdırma aparılır. 2000 Qasımlı Talih Rəsulov, LTV Yevlax.